Əgər bir şəxs təqvalı olsa, Allah ondan o əməli qəbul edər. İnnəmə yetəqəbbəlu minəl muttəqin. Allah pərhezkar, təqvalı şəxslərdən əməli qəbul edər. Həzrəti Əmir-əl-Möminin əleyhissalamın huzuruna bir şəxs şərəfyar olub buyurur ki, ya Əmir-əl-Möminin, ayların içində ən fəzilətli ay hansıdır? Günlərin içində ən fəzilətli gün və əməllərin içində ən xeyirli və üstün və fəzilətli əməl və günlər hansıdır? Həzrəti Əmir-əl-Möminin əleyhissalam buyurur ki, ayların içində ən fəzilətli ay, ayların sultanı olan mübarək Ramazan ayıdır. Günlərin içində ən fəzilətli gün, vəhdət, birlik, toplum günü cümə günüdür. Əməllərin də içində ən fəzilətli əməl namazları vaxtında qılmaqdır. Allahla vaxtında razı niyaz etməkdir. Sonra buyurur ki, bütün dünyanın alimləri, bilənlərindən əgər bu məsələnin batinin soruşsalar, mən dediyim kimi cavab verə bilməz. Buyurur ki, ayların içində ən fəzilətli ay o aydır ki, insan o ayda günah etməyə, ən fəzilətli üstün ay odur ki, ayların içində günah etməyə.